İnfarktdan 24 saat öncə müəyyən əlamətlər olur ki, biz bunlara ciddi diqqət eləsək, düşünürəm ki, infarkt olmaqdan qorunmuş ola bilərik. Birinci, sinədə qəribə basqı hissə əmələ gəlir. Elə bil ki, sanki o sinənin üzərində nəsə bir ağır əşya qoyublar, basır üzərindən. İkincisi, anormal təngənəfəslik olur. Yəni, normalda məsələn biz yeriyərik, gəzərik, qaçarıq, təngənəfəsliyimiz olur, amma bu çox anormal olur. Oturduğumuz yerdə belə ola bilər, uzandığımız yerdə ola bilər. Üçüncüsü, anormal döyüntü olur. Yəni, normalda bizim hamımızda döyüntü olur. Yenə də həmən ki, hərəkət eləyəndə, əsəbləşəndə. Amma bu anormal döyüntüdür. Yəni, heç bir şeylə əlaqədar deyil və insan niyə döyüntüsü olduğunda özü başa düşmür. Döyüntünü sanki qulaqlarında hiss edir. Dördüncüsü, təşviş pozuntusu olur. İnsan sanki hiss edir ki, nəsə baş verəcək. Çox narahat olur daxilən. Beşincisi, yerinə uzanan kimi boğularaq uyanma ola bilir. Boğulur, oyanır, yerində oturur, yenidən uzanır. 4-5 dəqiqə gözünü yumduqdan sonra, bir müddətdən sonra yenə boğulub oyanma yaranır. İndi mən bu əlamətləri ayrı-ayrılıqda sadaladım. Yəni, tək əlamətdən yapışaraq məndə bu var deyə düşünməyin, xahiş edirəm. Bir neçə əlamətlər toplusu infarktın gəldiyinin xəbərçisi ola bilər. Ona görə də müəyyən tək-tək əlamətlərə deyil də bunların toplumuna fikir verin. Əgər sizdə bu əlamətlər varsa, mütləq həkimə gəlin. Çünki infarkt gəncləşib, sosial şəbəkələrdə özünüzdə görürsünüz. Çox gənc yaşlarda artıq insanların vəfat xəbərini eşidirik, ani vəfat xəbərini eşidirik. İdman zallarında, fiziki hərəkət zamanı, qaçış sırasında və s. insanların öldüyünü görürük. Bu məni üzür ciddi şəkildə bir vətəndaş olaraq və bir həkim olaraq. Ona görə də bu tip videolar düşünürəm ki, birdən kiminsə faydasından toxuna bilər. Kimsə bu videodan bir can belə xilas edə biləriksə, bu bizim nailiyyətimizdir. Videolar qorxutmaq mənası ilə çəkilmir, videolar maarifləndirmək mənası ilə çəkilir. Ona görə də sinənizdə basqı hissi, ani gələn təngənəfəslik, ani boğulma, ani gələn qəribə bir döyüntü və təşviş pozuntuları varsa, infarktın əlaməti ola bilər. Mütləq həkimə müraciət edin, ətrafınıza, yaxınlarınıza bu barədə məlumat verin. Keçər deməyin, keçmir.